Hörmətli Oğuz TV izləyiciləri və dinləyiciləri, Azərbaycanımızın güneydən, quzeyindən və ya dünyanın hər bir yerindən ki, bizimləsiniz, sizi xoş gördük. Bugün sizlər üçün çox önəmli bir mövzuda Güney Azərbaycan türklərinin tarixi, milli və siyasi mübarizəsi barədə hazırlanmış bir məqaləni səsləndirəcəyəm. Bu yazı sadəcə bir tarix hekayəsi deyil, Türk dünyasının gələcəyi üçün strateji bir baxışdır. Diqqətlə qulaq asın, çünki bu sətirlərdə həm keçmişimizin izi, həm də gələcəyimizin istiqaməti var. Məqalə: Güney Azərbaycan, Türk dünyasının puzzlının son parçası. İran adlı ölkə, Türkiyədən sonra ən çox türkün yaşadığı dövlətdir və bu türk əhalisinin 30 milyondan çoxunu Azərbaycan türkləri təşkil edir. Güney Azərbaycan təkcə demoqrafik üstünlüyü ilə deyil, həm də strateji mövqeyi ilə Türk dünyasının birləşməsində həlledici rol oynaya biləcək bir potensiala malikdir. Anadolu türkləri ilə Türkistan arasında təbii bir körpü funksiyasını daşıyan Güney Azərbaycan, eyni zamanda parçalanmış Azərbaycanın birləşməsi üçün puzzlın son parçası sayılır. Bütöv Azərbaycan ideyası baxımından Bakı-Naxçıvan-Təbriz birləşməsi yeganə strateji yoldur və bu yolun açarı Güney Azərbaycanın müstəqilliyidir. Eyni zamanda Türkiyə Cumhuriyyətinin şərq sərhədlərində təhlükəsizlik balansını dəyişə biləcək bir Güney Azərbaycan türklüyü reallığı mövcuddur. 20-ci əsrin əvvəllərində Güney Azərbaycan türklərinin Qacar Türk imperiyasının süqutunu kifayət qədər ciddiyə almamaları, həmçinin dünyada sürətlə baş verən modernləşmə, millətləşmə və milli dövlət quruculuğu proseslərindən geri qalmalarının əsas səbəbi Azərbaycan türklərinin vətən anlayışını düzgün müəyyənləşdirməmələrində idi. Beləcə, Güney Azərbaycan türkləri İran və ya Azərbaycan vətən anlayışları, eləcə də milli kimlik məsələsində iki fərqli düşüncə cərəyanına bölündülər. Bir istiqamət, İran daxilində qalaraq və İran vətəni anlayışını qəbul edərək milli və mədəni hüquqları qazanmaq, ikinci istiqaməti isə müstəqil Azərbaycan dövləti qurmaq ideyası idi. Son 100 ildə 1906-cı il Məşrutə inqilabından, 1920-ci ildə Şeyx Məhəmməd Xiyabani rəhbərliyində qurulan Azadistan dövlətinə qədər və 1979-cu il İslam inqilabına qədər olan bütün tarixi mərhələlərdə mərkəzi hakimiyyətin zəiflədiyi hər dövrdə Güney Azərbaycan öz müstəqilliyini elan etməyə cəhd göstərib. Hər zaman Azərbaycançı və istiqlalçı məfkürə Güney Azərbaycanda hakim və çoxluq təşkil edən cərəyan olub. Lakin bu milli qüvvənin qarşısında üç əsas güc dayanıb. 1. İrançı Fars qüvvələri. Güney Azərbaycanın milli oyanışını öz dövlət ideologiyasına təhlükə kimi görən və türklüyə qarşı sistematik siyasət yürüdən çevrələr. 2. İran vətən anlayışına inanan və farslarla bərabər hüquqlara sahib ola biləcəklərinə ümid bəsləyən kəsim. Yəni, İran daxilində islahat yolu ilə türklərin haqlarının təmin ediləcəyinə inanan sosial təbəqə. 3. İran proyektini dəstəkləyən anti-türk xarici dövlətlər. Bölgədə Fars mərkəzli nizamın qorunmasını öz geosiyasi maraqları üçün zəruri sayan beynəlxalq qüvvələr. İngiltərənin dəstəyi ilə 1924-cü ildə Rıza Şah Pəhləvinin hakimiyyətə gəlməsi ilə Güney Azərbaycan türklərinə qarşı sistematik assimilasiya və sıxışdırma siyasəti başlandı. Türk kimliyi aşağılandı, türk dilinin istifadəsi qadağan edildi, iqtisadi və siyasi imkanlar məhdudlaşdırıldı. Bu siyasət 1946-cı ildə milli hökumətin devrilməsindən sonra daha da sərtləşdi. 1979-cu il İslam inqilabından sonra qurulan rejim İslam ideologiyasını Fars şovinizmi ilə birləşdirərək Güney Azərbaycana qarşı daha sərt təzyiq, assimilasiya, talan və təhqir siyasətləri həyata keçirməyə başladı. Fars irqçılığına söykənən bu siyasət nəticəsində türk kimliyi sıxışdırıldı. Ana dilində təhsil və mədəni fəaliyyətlər məhdudlaşdırıldı. Türklük aşağılandı.
Lakin bu təzyiqlər Güney Azərbaycan türklərində əks təsir göstərdi. Türklük şuuru, milli kimlik duyğusu, yurtsevərlik və Azərbaycançılıq məfkurəsi daha da gücləndi. Repressiyalar içində belə Güney Azərbaycan xalqı öz milli varlığını qorumaq, tarixi yaddaşını yaşatmaq və gələcək istiqlal ideyasını diri saxlamaq iradəsini itirmədi. Xüsusilə Sovetlər Birliyinin dağılması və şimalda müstəqil Azərbaycan dövlətinin yaranması ilə Güney Azərbaycanda türk milli şuuru yeni bir mərhələyə qədəm qoydu. Bütün Azərbaycan ideyasının siyasiləşməsi, Qarabağ müharibələri, müstəqil Azərbaycan dövlətçiliyinin güclənməsi, eləcə də türk dünyasında artan milli oyanış, Güney Azərbaycan türklərinin siyasi və milli tələblərini daha da gücləndirdi. 2006-cı il və 2015-ci ildə baş verən türklərin kütləvi etiraz aksiyaları Güney Azərbaycandakı milli hərəkatın gücünü, təşkilatlanma səviyyəsini və xalqın milli birliyə olan iradəsini nümayiş etdirdi. Bu hadisələrdən sonra İran rejimi bölgədə daha sərt tədbirlərə əl atdı. Türk dilində təhsil, mətbuat və mədəni fəaliyyətlərə qoyulan qadağalar daha da gücləndirildi. Bugün Güney Azərbaycan milli hərəkatı İranın digər bölgələrindəki etnik və milli hərəkatlardan fərqli olaraq ən güclü sosial səfərbərlik qabiliyyətinə malik milli qüvvədir. İran rejiminin siyasi, iqtisadi və ideoloji böhranı dərinləşdikcə, Güney Azərbaycan türklərinin hüquqları uğrunda mübarizəsi də daha da güclənir. Gələcəkdə İranda baş verəcək hər hansı siyasi dəyişiklik Güney Azərbaycan türklərinin taleyində həlledici rol oynaya bilər. Türkiyə mediasının Güney Azərbaycandakı hadisələri və inkişafları kifayət qədər əks elətdirməməsi Türk dünyası arasında ciddi bir informasiya boşluğu yaradır. Bununla belə, Türkiyə televiziya kanalları bölgədə geniş izlənilməsi Türk dilini və mədəniyyətinin yaşadılmasında mühüm rol oynuyor. Güney Azərbaycan milli hərəkatı yalnız İran daxilində deyil, bütün Türk dünyasının gələcəyi üçün strateji, tarixi və milli əhəmiyyət daşıyan bir proses kimi qarşıda durur. Hörmətli dinləyicilər, bu məqalə yalnız keçmişi anlamaq üçün deyil, gələcəyi qurmaq üçün bir çağırışdır. Güney Azərbaycanın azadlığı Türk dünyasının bütövlüyü deməkdir. Oğuz TV dinləyicilərinə təşəkkür edirəm. Milli düşüncədə qalın, Türk qalsın.